2023-cü ilin qəbuluna baxırıq. Deməli, 61-ci sualda spirt molekulundan suyun ayrılması necə adlanır? Dehidratlaşma, hidrogen ayrılması da dehidrogenləşmə adlanır. 62-ci sualda tərkibində 36% olan, 36% qızıl olan, qızıl və misdən ibarət 10 qram qarışıq. Deməli, qızılla mis ikisi birdə 10 qramdır, 36% qızıldır və qatı sulfatla reaksiya gedib burada. Biz bilirik ki, qızıl və platin heç bir turşula reaksiya daxil olmur. Yəni, qatı sulfatla reaksiyaya daxil olur burada mis. Deməli, reaksiyasını yazırıq. Mis üstə gəlsin H2SO4. Alınır mis SO4, SO2 və su. Deməli, əmsallaşdırırıq. Mis 0-dan gəlir müsbət 2-yə, kükürt müsbət 6-dan müsbət 4-ə. Deməli, bu şəkildə 2 elektron, kükürt müsbət 6-dan 4-ə. Bu da 2 elektron aldı. 2, 2, 1, 1. Deməli, qarşısında 1 olacaq. Bunları düzəldək. Daha sonra, indi 10 qram qarışığın əgər 36% qızıldırsa, bizə qızıl yox, mis lazımdır. 100-dən də çıxıram 36-nı, onda 64% də bizdə eləyir mis. 10 qramın 64%, yəni 6,4 qramı misdir. Və biz bu misin köməyi ilə əmələ gələn qazın həcmini, burada SO2 qazıdır, x litr, qramın altına qram yazırıq, litrin altına litr yazırıq. Bu da 2,24 litr eləyir. Doğru cavab C variantı. 63-cü suala baxırıq. Deməli, reaksiya üçün doğru olmayan ifadələri müəyyən edin. Xlorlu əhəng alınır. Bəli, birinci ifadə doğrudur. Molekullararası oksidləşmə reduksiya reaksiyasıdır. Xeyr, xlor burada bir dəfə 0-dan -1-ə gəlir. Bir dəfə də deməli müsbət 2-yə gəlir. Müsbət 1-ə daha doğrusu. Yəni, eyni element bir oksidləşmə dərəcəsindən iki müxtəlif oksidləşmə dərəcəsinə keçirsə, bu disproporsiya və öz-özünə oksidləşmə reduksiya reaksiyasıdır. 2 doğru deyil. Yalnız xlorun oksidləşmə dərəcəsi dəyişir? Bəli. Doğru cavab olacaq. Yalnız 2 bizdən yanlışlar soruşurdu. 64-cü sualda deməli, mis nitratla reaksiya girib. Və burada bilirik ki, duru nitratla reaksiyası zamanı NO, qatı nitratla reaksiya zamanı isə NO2 əmələ gəlir. Və burada görürük ki, A-dan B-ni çıxanda 16 qalıb. Deməli, A NO2-dir, B də NO-dur. Çünki bunların arasında bir oksigen, yəni 16 qram fərq var. Onda A bizdə NO2-dirsə, onda burada nitrat turşusu da qatı nitrat turşusudur və gümüşün qatı nitrat turşusu ilə də yenə qonur rəngli, zəhərli NO2 qazı əmələ gəlir. Doğru cavab A variantı. 65-ci sualda hansı birləşmələrdən biri sadə, digərsə mürəkkəb efirdir? Deməli, məsələn, A variantında hər ikisi sadə efirdir. B variantında bu sadə efir, bu isə keton qrupuna aiddir. C variantında bu sadə efir, bu isə deməli mürəkkəb efirdir. Bəli, doğru cavab olacaq C variantı. D variantında da hər ikisi mürəkkəb efirdir. Həmçinin Y variantında da mürəkkəb efirdir. Burada məsələn CH3-dən sonra birbaşa NO2 birləşirsə, nitro birləşmə olur. Yox, CH3 ilə NO2-nin arasında deməli oksigen varsa, bu mürəkkəb efirlərə aid olur. 66-cı sual. Karbon monoksid üçün hansı ifadələr doğrudur? Müəyyən şəkildə natrium OH-la duz əmələ gətirir. CO əslində duz əmələ gətirməyən oksiddir, amma müəyyən şəraitdə natrium OH-la reaksiya girərək qarışqa turşusunun natrium duzunu əmələ gətirir. Birinci ifadə doğrudur. Oksigenlə reaksiya daxil olmur. Yanlışdır. CO oksigenlə daxil olub. CO2 əmələ gətirir. Molekulunda 3 qat rabitə var. Bəli, bu formadadır. Üçüncü ifadə doğrudur. Etil spirtinin hidratlaşmasından alınır. Bu yanlışdır. Zəhərli qazdır. Bəli. Doğru cavab 1, 3, 5 D variantı. 67-ci sual. Hansı reaksiya getmir? Kalsium əsasi oksiddir. H3PO4 turşudur. Əsasi oksid, turşu oksid və turşularla reaksiya gedir. Birinci doğrudur. B variantında bu reaksiya getmir. Çünki kalium H2PO4-ün üzərinə, ümumiyyətlə turş duzun üzərinə turşu gəlir isə orada hidrogen sayı artıb, əsasın sayı azalmalıdır, metalın sayı. Amma burada yəni əgər kalium H2PO4-ün üstünə H3PO4 gəlsəm,
hidrogen sayı artıb necə kalium azala bilər? Ona görə reaksiya getmir. Amma məsələn kalium 2HPO4 olsaydı, bunun üzərinə H3PO4 gəlsəydim, dedik ki, turş duzun, ümumiyyətlə də, yəni duzun üzərinə turşu gəlirəmsə, o həmin duzun tərkibindəki turşudan gəlirəmsə, orada hidrogenin sayı artır, metalın sayı azalır. Yəni buradan deməli olacaq kalium H2PO4 əmələ gələcək. Amma buradan B variantında reaksiya getmir. C variantında H3PO4 metasilkatı çıxara bilir. Çünki turşuların qüvvətliyi sırasına görə ondan əvvəldə yerləşir. D variantı bizim burada yazdığımız reaksiyadır, gedir. Həmçinin kalium 3PO4-ün üzərində də H3PO4 gəndə dediyim kimi metalın sayı azalır, hidrogenin sayı artır, plus su əmələ gəlir burada. 68. Hansı birləşmələr doğru adlandırılmamışdır? Dəmir 3 hidroksid doğrudur. Çünki dəmir dəyişkəndir və dəyişkən valentli metalları adlandırarkən mütləq valent qeyd olunmalıdır. Mis 2 hidroksid doğrudur. Amma xrom O3-də xrom burada 3 valentli yox. Xrom 6 valentlidir. Xrom 6 oksid olmalıydı. Doğru adlandırılmayıb. Yalnız 3D variantı. 69-cu sualda normal halda X atomunun P elektron ümumi sayı 11'dir. X'in proton sayını müəyyən edin. Əgər 11-dirsə biz bura 1s2, 2s2, 2p6, 3s2, 3p5 yaza bilirik. P11 olanda proton sayı da burada bərabər olacaq 15'ə. Doğru cavab B variantı. 70-ci sualda deməli həll olan maddənin kütlə payları arasında müqayisə istəyib. Omega 1'i hesablasaq burada, deməli həll olan maddənin kütləsi 20'dir. Biz kütlə payını tapanda ümumiyyətlə sürətdə həll olan maddənin kütləsi, məxrəcdə isə məhlul yazılır. Məhlul sözü ibarətdə həll olan və suyun cəmindən 20, 180 cəmi eləyəcək 200. 100'ə vuranda burada deməli omega 1 bərabər olacaq 10%. Omega 2'də isə 40 bölünsün yenə 200, 40'dan 160'ın cəmi vurulsun 100. Bu da eləyəcək 20%. Nə doğrudur? 2 birdən böyüdür. Bəli. 2 yanlışdır. 2 omega 1 bərabərdir omega. Yəni bunu həqiqətən də 2'yə vursaq, yəni omega 2'yə bərabər olar. Ona görə 3 də doğrudur. Y variantı doğru cavab. 71-ci sualda kalium 2, xrom 2 O7-də xromun oksidləşmə dərəcəsi. Deməli, oksidləşmə dərəcələrinin cəmi molekulda 0'a bərabərdir, amma iyonda olanda iyonun yükünə bərabərdir. Oksigen -2, kalium -1, deməli, bu da olacaq müsbət 6, doğru cavab Y variantı. 72-ci sual, natrium nitrat, kalsium hidrokarbonat və dəmir 3 nitratın termiki parçalanmasından neçə müxtəlif mürəkkəb maddə alınır? Deməli, natrium nitrat parçalanan zaman alınır natrium NO2 üstə gəlsin oksigen. Bu həmçinin oksigenin laboratoriyada alınma reaksiyası. Deməli, buradan bir mürəkkəb maddə alındı. Kalsium hidrokarbonat, ümumiyyətlə hidrokarbonatlar parçalanan zaman həmin deməli metalın normal duzu CO2 plus su əmələ gəlir. Buradan 3 dənə mürəkkəb maddə əmələ gəldi və dəmir 3 nitrat. Dəmir 3 nitrat parçalanan zaman alınır dəmirin oksidi NO2 üstə gəlsin O2. Burada da 2 dənə mürəkkəb maddə alındı. Neçə müxtəlif deyir, yəni bunlar hamısı müxtəlifdir. 6 dənə müxtəlif mürəkkəb maddə alındı. Doğru cavab 72-də A variantı. 73. Bromlu suyu rəngsləşdirməyən karbohidrogeni müəyyən edin. Yəni orada doymuş olsun, pirabitə olmasın. Ona görə də doğru cavab olacaq A variantı. 74-cü sualda həcmləri bərabər olan məhlulda eyni kütlədə HCOH və CH3COH var. Molyar qatılıqlarının müqayisəsini istəyir bizdən. Deməli, qatılığın düsturu C bərabər N bölünsün V. Əgər həcm bərabərdirsə, biz onları mollarına görə müqayisə edə bilərik, qatılıqlarını. Və HCOH-ın kütləsi CH3COH-ın kütləsindən azdır təbii ki. 46 qram qarışqa turşusudur, 60 qram sirkə turşusudur. Biz əgər bunları eyni kütləyə gətirmək üçün gərək HCOH-ı
deməli təxmini 1,3 mola vuraq. Yəni onda əgər qarışqa turşusunun molu çoxdursa, onda qatılığı da böyük olacaq. Ona görə C1 böyük olacaq. C2-dən doğru cavab 74-də Y variantı. 75-ə baxırıq. Deməli, qrafik qurmaq üçün biz nəyə fikir verməliyik? Yəni, daha doğrusu qrafikə görə reaksiyanı qurmaq üçün nəyə fikir verməliyik? Bu qrafikdə azalan xəttlər reaksiyaya daxil olan maddəni bildirir. Artan xəttlər isə məhsulları bildirir. Azalan xətt bizdə X-dan Y-dir. Deməli, reaksiya daxil olublar. Artan xəttlər isə Z və T-dir. Deməli və reaksiyanı quran zaman qrafikdə onların sərf olunan miqdarını götürür. Məsələn, X-i 8 götürmüşük, 7-si artıq qalıbsa, deməli 1 mol sərf olunub. Y-i 8 götürmüşük, 6-sı artıq qalıbsa, deməli 2 mol sərf olunub. Z 4 mol alınıb, T isə 1 mol. Deməli, reaksiyamız bu şəkildə olacaq. Ona uyğun cavab Y variantı. 76-cı sualda alotropik şəkil dəyişmə əmələ gətirən elementlər O cipsi. Bunlardan da deməli ümumiyyətlə elementlərdən də həm sərbəst, həm birləşmələr şəkildə yayılan elementlər isə Jones şəklində yadda saxlayırıq. Bunlar həm sərbəst, həm birləşmədir. Qalanları isə yalnız birləşmə halında yayılıb. Deməli, burada oksigen həm sərbəst, həm birləşmədir, götürə bilmərik. Azotun ümumiyyətlə alotropik şəkil dəyişməsi yoxdur, xlor da yoxdur. Kükürt həm sərbəst, həm birləşmə halında yayılıb. Oldu fosfor. Fosforun da 3 alotropik şəkil dəyişməsi var. A, qara, qırmızı. Deməli, burada bizə karbon sayını istəyir. Hidrogeni 10 verib. Hidrogen 2n-2, 10. 2n bərabər 12. N bərabər olacaq 6-ya. Burada isə bizə karbonun sayını verib hidrogen istəyir. Yəni n-imiz 9-dur. 2n-6-ya görə 9-u 2-yə vurub 18. 6 çıxanda olur 12. Doğru cavab 6, 12, C variantı. 78-ci sualda deməli kalium xlorat və yaxud da bertoli duzu deyirik. Bunun üzərinə H-xlor gələn zaman alınır kalium xlor, xlor 2 plus su. Bu həmçinin deməli xlorun laboratoriyada alınma üsuludur. Burada görürsünüz X-i qaz şəklində göstərib. Qaz da bizdə burada xlordur. Xlorun da kalium OH reaksiyasından alınır kalium xlor, üstə gəlsin kalium xlor O, adi şəraitdə gedib, plus su. Bu həmçinin bu birləşmə Javel suyu adlanır. Temperaturla olanda isə kalium xlor O3 alınır. Deməli, burada da bizdən Y-X fərqini istəyir. Y bizdə kalium hipoxloritdir, bu da X-dir. Deməli, kalium xlor O-dan xlor 2-ni çıxanda bunların emerini hesablayıb, deməli, kalium 39, üstə gəl 35, onda 5, üstə gəlsin 16. Ondan da biz çıxırıq 71-i, yəni 35, onda 5-i 2-yə vuranda. Bu da eləyir 19 tam, onda 5 qram. Doğru cavab D variantı. 79-cu sualda neytrallaşma reaksiyalarını müəyyən edin. Neytrallaşma reaksiyaları turşu və əsas arasında gedir və bu zaman hidrogen sayı OH sayına mütləq bərabər olmalıdır. Bunu da görürük biz harda? 3-cü və 4-cü ifadələrdə görürük ki, turşu əsas və H sayı OH sayına bərabərdir. Doğru cavab 79-da olacaq. C variantı. 80-ci sualda hansı maddələrin qələvi məhlulu ilə qarşılıqlı təsirinin hidrogen ayrılar? Ümumiyyətlə, berilyumdur, alüminiumdur, sinkdir, metallardan, qeyri-metallardansa silisiumun qələvlərlə reaksiyasından laboratoriyada hidrogen ala bilirik. Bu həmçinin hidrogenin laboratoriyada alınma reaksiyalardır. Burada da 1 ilə 4 uyğun gəlir. Doğru cavab B variantı. 81-ci sual. Karbon monoksid hidrogenləşən zaman, yəni hidrogenlə reaksiyası zamanı metil spirti və yaxud da oduncaq spirti də deyirik, alınır, əmsallaşdırırıq. Ümumiyyətlə, çıxım məsələlərini biz necə eləyirik? Bizə lazımdır bir şərtdə verilən çıxım. Nə qədər verib bizə? 80%. Bir də reaksiya daxil olan maddənin miqdarı lazımdır. Reaksiya daxil olan dəm qazıdır. Miqdarını da verib 44,8 litr. Çıxım nə deməkdir? Ümumiyyətlə, sərf olunma deməkdir. Yəni, CO-nu 44,8 litr götürüb
Amma 80% sərf olunub. Yəni 44.8-in 80% vurub 80-a bölürük 100-ə. Eləyir 35,84 litr. Bu zaman x qram metil spirt əmələ gəlib. Litrin altından litr yazırıq. Qramın altından qram yazırıq. Buradan deməli 35,84-ü vururuq 32-yə, bölürük 22,4-ə, eləyir 51,2 qram. Doğru cavab B variantı. 82-ci sualda ekvivalentli metal oksidi yazılır XO. Çünki o da ekvivalentli də oksigendir. Ekvivalentli olduğuna görə su ilə reaksiya daxil olur. Əmələ gəlir buradan XOH2. Bizə verib 1,4 qram ekvivalentli metal oksidi üzərinə yazıram. Bu zaman alınıb 1,85 qram əsas əmələ gəlib. Biz bilirik ki, reaksiyanın sağ tərəfində kütlələrin cəmi bərabərdir sol tərəfində kütlə cəminə. Yəni, əgər sağ tərəf 1,85 qramdırsa, sol da 1,85 olmalıdır. Onda XO 1,4-dürsə, su olacaq 0,45 qram. Biz bura yazarıq x plus 16, burada yazırıq 18 qram. X plus 16-nı tapanda 1,4-ü vururam 18-ə. Bölürəm 0,45-ə. 56 eləyir. Onda x da bərabər olacaq 40 qrama. Doğru cavab Y variantı. 83-cü sualda deməli duz verib bizə x brom 2 dissosiasiyasını yazırıq. X brom 2 dissosiasiya edən zaman alınır x2 müsbət, 2 brom mənfi. Deməli, həcmin verib, qatılığın verib. C bərabər nü bölünsün V düsturuna əsasən nünü tapanda C-ni V-yə vururuq. Biz buradan x brom 2-nin suda həll olan miqdarını tapa bilərik ki, bu da 0,5 mol eləyir. Və 0,5 mol x brom 2-nin 20% dissosiasiya edib. Çünki dissosiasiya dərəcəsi onu göstərir. Suda həll olmuş molekulun nə qədərinin dissosiasiya etdiyini göstərir. 0,5-in də 20%, 0,5-i 20-yə vurub 100-ə bölündə edir 0,1 mol. Yəni 0,1 mol x brom 2 dissosiasiya edib. Bu zaman görək nə qədər brom iyonu əmələ gəlib bilmirik. Yəni qrafikdə bizdən görürsünüz ki, burada brom iyonunun mol sayını istəyir. 1 mol x brom 2 dissosiasiya edən zaman 2 mol brom iyonu əmələ gəlirsə 0,1-də də olacaq 0,2 mol. 84-cü suala baxırıq. X hansı metallar ola bilər? Qatı sulfatla H2-si verir. Qələvi və qələvi torpaq metalları, yəni litium, natrium, kalium, rubidium, sezium, kalsium, stronsium, barium. Qalan metallardan isə SO2 alınır. Burada da 2, 4, 5 olur. Doğru cavab. 85-ci sualda deməli, natriumun xlorla reaksiyasını yazırıq. Buradan alınır natri-xlor. Ümumiyyətlə alınan birləşməni necə bilirik? Natrium bilirik ki, bir valentlidir. Qeyri-metallar da metallarla birləşən zaman özünün minimum valentini göstərir. Yəni, xlor da burada olur. Xlorun minimum valenti 1-dir. Ona görə indeks bu şəkildə qalır. Əmsallaşdırırıq. Kalsiumun xlorla reaksiyasından isə kalsium xlor 2 alınır. Çünki kalsium 2 valentlidir. Və xlorun tam reaksiya daxil olan xlorun mol sayını istəyir. Natrium 2 mol olanda 1 mol xlor reaksiya daxil olur. 1 mol kalsium reaksiya daxil olanda 1 mol xlordursa 2-yə də olacaq 2. Ümumilikdə 3 mol xlor 2 reaksiyaya daxil olur. 86-cı sualda bizə verib CH4, bir də oksigen verib. 72 qramdır və qarşılıqda metan oksigen molekullarının sayı bərabərdir. Onda mən bura x mol, burada x mol yaza bilərəm. Molekulların sayları bərabərdir. Deməli, bunu x-i 16-ya vuraram. Metanın kütləsini 16x. X-i 32-yə vuraram. 32x bərabər eləyirəm 72-yə. Bu da deməli 48x bərabər 72-yə. 72-ni də 48-ə böləndə x bərabər 1,5 mola oksigenin kütləsini istəyirdi. 1,5-i də oksigenin kütləsini, yəni 32-yə vuranda deməli eləyəcək 48 qram. 87-ci sualda deməli reaksiya məhsulları birinci reaksiyadan alınır deməli CO2 plus H2O.
Buradan üzvü maddə, yalnız qeyri-üzvü maddələr alınır. 3-ə gedir A. Buradan alınır CH2 xlor əvəzləmə, COH plus H xlor. Bu üzvüdür, bu isə qeyri-üzvüdür. Həm üzvü, həm qeyri-üzvü B-dən alındı. Sonra C variantında alınır CO2, H2O, üstəgəlsin 2 mol gümüş. Buradan da yalnız qeyri-üzvü maddələr alındı. Deməli, buradan C2H6 alınır, yalnız üzvü maddədir. D bura aiddir. Buradan da deməli alınır CH3, CH2, OH, aldehidlər hidrogenə reduksiyonunda birli spirtlər əmələ gəlir. Bu da yalnız üzvü maddələr. Y də bura aid olacaq. 88-ci sualda deməli, reaksiyanın oksigenə görə sürəti VO2 bərabərdir 0,2-dir. 10 saniyə müddətində T bərabərdir 10 saniyə. 2 litrlik V bərabərdir 2 litrə. Baş verən reaksiya zamanı neçə qram hidrogen yandığını və neçə qram su alındığını hesablayın. Ümumiyyətlə, bayaq da buna aid səhv eləmirəmsə test var idi. Biz sürət düsturlarında ancaq sərf olunan mol miqdarından istifadə edirik. Yəni, sürətin homogen reaksiyanın sürət düsturu necə idi? V bərabər nü bölünsün V vurulsun T. Buradan biz nü-nü tapanda sürət vurulsun həcm, vurulsun zaman, yəni 0,2 vurulsun 10 vurulsun 2. Bu da eləyir 4 mol. Deməli, 4 mol kimin sürəti idi? Oksigenə görə sürət olduğuna görə 4 mol oksigen sərf olunub. 4 mol oksigen sərf olunan zaman neçə qram hidrogen yanır? Bilmirəm, x qram. Molun altına mol yazırıq, 1 mol. Qramın altına qram yazırıq, hidrogen burada 4 qram. Tapırıq ki, 16 qram hidrogen yanır. Və nə deyir? Neçə qram su alındığını. Deməli, 4 mol tapmışdıq oksigeni. Molun altına mol yazırıq. Neçə qram su deyir? Qramın altına qram yazırıq. Suyun emeri 18-dir. 2-ni də 18-ə vuranda eləyir 36. 36-nı da 4-ə vuranda 144 qram da su əmələ gəlir. 89-cu sual. Deməli, kükürdün natrium OH reaksiyasını yazırıq. S üstəgəlsin natrium OH alınır natrium 2S, natrium 2SO3 üstəgəlsin H2O. Bu da disproporsiya reaksiyasıdır. Yazın deyir və əmsalaşdırın. Kükürt 0-dan -2-yə, bir də müsbət 4-ə gəlib. Deməli, 0-dan gəlib -2-yə, bir də 0-dan gəlib müsbət 4-ə. Deməli, 2, 4, 1, 2, 2, 1. 2-ni yazırıq bura. 1 də burada qalır. Deməli, kükürdün sayı 3, natriumun sayı 6, hidrogen sayı 3. Burada 3 yazırıq. Əmsalaşdırdıq. Qrafik əsasən M-i hesablayın deyir. Görək burada M nədir bizdə. Deməli, reaksiya X ilə Y hərsi reaksiya daxil olan maddədir. Niyə? Çünki qrafikdə dediyi azalan xətlər reaksiya daxil olan maddəni bildirir. Yəni, bunların hər ikisini eyni kütlədə götürüb, M qram, altına öz qramlarını yazırıq. Bu 96 qramdır 332-yə vuranda, bu da 6-nı 40-a vuranda 240 qramdır. Tamam sərf olunan burada natrium OH-dır. Nəyə görə? Şərtdə verilən kütləni, deməli, reaksiyadakını bölürük. Az olan hansıdırsa o tam sərf olunub, çox olandan artıq qalır. Yəni, M-i 240-a bölsək daha az olur. Deməli, o tamam sərf olunub, kükürddən isə artıq qalıb və tamam sərf olunan nə qədər sərf olunub? 60 qramın hamısı sərf olunub və bizdən M-i istəyir. Biz buradan, bizim burada yazdığımız M, burada yazan M-dən deyildi. Yəni, ta ki biz A qram götürmüşdük ilkin kütlədə. İndi bu 60 qram sərf olunub. 60 qram sərf olunanda natrium OH görək. Kükürt nə qədər reaksiya daxil olub. Buradan tənasübümüzü qururuq. 96-nı vururam 60-a. Bölürəm 240-a. Eləyir 24 qram. Deməli, həm kükürdü, həm natrium OH-ı 60 qram götürmüşdük. Amma kükürdün 24 qramı sərf olunub. Onda nə qədər artıq qalıb? 60-dan 24 çıxanda 36. Burada gəlib dayandığı xəttdə artıq qalan miqdarını göstərdiyinə görə M burada bərabər olur 36 qramı. 90-cı suala baxırıq. Deməli, etil asitat verib.
Etil asitat mürəkkəb efirdir. CH3, COO, C2H5 mürəkkəb efirləri oxuyarkən sondan arxaya, yəni spirt hissədən oxuyuruq, turşu hissəyə doğru. Tam yanmasına alınan maddə. Deməli, yanan zaman alınır CO2 plus H2O. Deməli, burada karbon 1, 2, 4 dənədir. Ona görə bura 4 yazırıq. Hidrogen 8-dir, bura 4 yazırıq. Oksigen 12 dənədir. İkisi buradadır. Onda burada 5 mol yazırıq. Tamamlanır. Deməli 1 molun yanmasına alınan yazdıq. Əmsallaşdırdıq. X, Y hesablayın. Buradan deməli 4 mol CO2, 4-ü də 44-ə vuranda eləyir 176 qram. X bərabər olacaq. 4 molda su alınır. 4-ü də 18-ə vuranda 72 qramda bu eləyir.